Salam, hər vaxtınız xeyir uşaqlar. Biz bu gün kimya test toplusundan birinci hissədən kimyanın ilk anlayışları deməli bölməsindən maddələrin xassələri, təsərrüfatı, qarışıqlar və onların ayrılması deməli mövzusunu testlərini izah etməyə çalışacağam. Birinci sualdan başladıq. Birinci sualda bizə nə deyir uşaqlar? Distillə ilə ayırma üsulu əsasən maddələrin hansı xassəsinə əsaslanır? Uşaqlar, distillə üsulu biz bilirik ki, homogen qarışıqların ayrılma üsullarının biridir. Homogen demək qarışıqların ayrılması müxtəlif üsullardan istifadə edirik. Buxarlandırma, kristallaşdırma, distillə, xromatoqrafiya. Bu üsullardan biri də dedik ki, distillədir. Distillə bir-birində həll olan mayələrin ayrılma üsuludur. Yəni bu üsuldan istifadə edərkən birinci ağlımıza gəlməlidir ki, bu belə də elə bir iki maye götürməliyik ki, bir-birində hər ikisi bu maye həll olmalıdır. Yəni bu zaman qaynama temperaturu aşağı olan maye buxarlanır birinci, digər mayədən ayrılır. Məsələn, biz iki qarışıq götürək, spirt və su, etil spirti, yaxud metil spirti fərq etməz. Biz bilirik, spirtlərin qaynama temperaturu tutaq ki, məsələn 80 dərəcədir, su bilirik 100 dərəcədə qaynayır. Əlbəttə ki, birinci qaynama temperaturu aşağı olan maye belə deyək də mayədən ayrılacaq. Bu zaman o kondensasiyaya məruz qalır da, kondensləşir. Özü bu spirt və su belə deyək də ayrılması və distillə aparatı vasitəsilə ayrılır da. Bu da bütün vəsaitlərdə bu şəkil verilmişdir. Yəni burada distillə ilə ayrılma üsulu maddələrin hansı xassəsinin müxtəlifliyi əsaslanırsa, qaynama temperaturunun müxtəlifliyini götürürük. Sonra durutma ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır. Uşaqlar, durutma üsulu da yenə belə deyirik, heterogen qarışıqların ayrılma üsullarından biridir. Burada sıxlıqları fərqli olan mayələrin əmələ gətirdili qarışıqlarda emulsiyaları ayırmaq üçün bir-birindən istifadə edirlər. Biz bilirik ki, müxtəlif cinsli qarışıqların özləri iki cür olur. Emulsiyalar və suspenziyalar. Emulsiyalar o mayenin mayədə həll olmamasıdır. Məsələn, neft və su, yağ və üstə su götürəndə hər hansı bir yağ deyəndə burada kerosində, benzinlə, belə deyək də, neft də başa düşülür. Amma suspenziyalar isə əgər bərk maddə mayədə həll olmursa, bu qarışıqlar nəzərdə tutulur da. Məsələn, qum üstəcə su, təbəşir üstəcə su, cilvə üstəcə su bu qarışıqlardır. Yəni durutma üsulu heterogen qarışıqların ayrılma üsullarından biridir. Eyni cinsli qarışıqlar isə uşaqlar belə deyək də, müxtəlif cinsli qarışıqların ilk belə deyəndə ağlıza bu gəlsin ki, eyni cinsli qarışıqlar təşkil edən maddələr bir-birində həll olur, müxtəlif cinsli qarışıqlar təşkil edən maddələr bir-birində həll olmur. Yəni eyni cinsli qarışıqları belə təşkil edən maddələri bir-birində həll olunda, biz onda belə deyək, həll olan istədikləri gözümüzdən görmürük də, amma orada müxtəlif cinsli qarışıqlar təşkil edən maddələr həll olmadığı üçün biz onu belə deyək də gözümüzdə orada həll olan istədikləri görə bilirik. Yəni çalışacağım bunları bir dərs izah şəklində inşallah gələn aylarda verəm, biraz videomuz uzun alınır. Yəni uzun sözün qısası, biz durutma üsulu ilə deməli burada maddələrin sıxlıqları fərqinə əsaslanırıq da, yəni bu üsuldan istifadə edirik ki, məsələn burada ayrıcı qıf götürürük. Ayrıcı qıfda tutaq ki, deyirik mayədə həll olmur da, neft və su yerləşdiririk. Bu zaman sıxlıq belə deyək də, sıxlığı az olan maye yuxarı təbəqəyə qalxır, yəni neft. Sıxlığı az olan isə maye aşağı təbəqəyə belə deyək yığılır. Sonra ayrıcı qıfın şəklində görmüsünüz də bütün vəsaitlərdə uşaqlar. Ayrıcı qıfı da açanda, kranını açanda aşağı toplanmış maye belə deyək, birinci halda qaba keçir. O sıxlığı az olan üstə qalır. Yəni burada durutma üsulu ilə deyirsə, maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır. Biz burada sıxlıq cavabını götürəcəyik. Xromatoqrafiya ilə ayrılma üsulu əsasında maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır. Xromatoqrafiyada bu eyni cinsli qarışıqların ayrılma üsullarından biridir. Xromatoqrafiya deməli bir maddənin başqa bir maddə səhhətində sürətli udulması, ayrılması deməkdir. Yəni burada absorpsiya sözünü axtarasınız. Absorpsiya da mənası udulma deməkdir. Yəni burada belə deyək də cavabımız elə B-dir. Yəni bunları bir də deyirəm, inşallah gələn aylarda dərs izahları verməyə çalışacağım. Vaxt olduqca inşallah bunlar haqqında geniş danışacağım. 4-cü suala keçdik. Sonra
4 dənə deyir uşaqlar. Hansı kimyəvi işarə bəsit maddəni göstərir? Uşaqlar, bilirik ki, bəsit maddələr həm işarə edərkən biz 2 atomlu şəklində də, belə deyək, 4 atomlu şəklində də, 8 atomlu şəklində də bəsit maddələr vardır. Biz məsələn, bunu lövhəni açaq. Baxın uşaqlar, əgər sizə bir verilibsə, baxın belə tipli testlərdə, baxın, hidrogen elementi deyirsə biz, baxın, əgər bizə kimyəvi element şəklində deyirsə, hidrogeni kimyəvi element şəklində göstərmək tələb olunursa, H şəklində veririk. Əgər bəsit maddə deyirsə, H2 şəklində göstəririk. Xloru da eyni qayda, kimyəvi element deyəndə bu şəkildə, əgər bəsit maddə şəklində deyirsə, xlor 2 şəklində göstəririk. Azotu da əgər kimyəvi element deyirsə, N, bəsit maddə deyəndə N2 şəklində. Bromu da bəsit maddə deyəndə brom 2 şəklində. Amma kimyəvi element deyəndə brom şəklində göstərir. Amma burada neonu, təsirsiz qazı həm kimyəvi element kimi belə neon şəklində yazırıq, həm bəsit maddə kimi. Onda baxın, burada hansı cavab olur, hansı işarə, bəsit maddə, kimyəvi işarə bəsit maddəni göstərirsə, A variantı. Sonra baxaq. Hansı kimyəvi işarə bəsit maddəni göstərir? Eyni testi uşaqlar. Əgər biz burada azotu bəsit maddə kimi deyirsə, N2 şəklində göstəririk. Kimyəvi işarə, əgər işarəsini deyirsə, N şəklində. Yəni biz burada baxaq. Söhbət burada bəsit maddədən gedirsə, bunu N2 şəklində göstərməliyik. Xloru da yenə xlor 2 şəklində, flyor da yenə bəsit maddə halında flyor 2, yod da yenə bəsit maddə şəklində yod 2, amma arqonu götürəndə həm bəsit halda, həm bəsit maddə şəklində göstəririksə, həm kimyəvi element kimi işarə ediriksə, elə ayrı şəklində göstəririk. Kimya işarə dediyi üçün burada yenə arqon. Sonra bəsit maddələri müəyyən edin. Uşaqlar, biz bilirik ki, bəsit maddə eyni kimyəvi element atomlarından təşkil olunmuşdur. Mürəkkəb maddələr isə müxtəlif kimyəvi element atomlarından təşkil olunmuşdur. Məsələn, A variantında baxın, hidrogen xlorid mürəkkəb maddədir. D variantında su H xlor mürəkkəb maddədir. Yəni bunları yazanda yana baxın uşaqlar. Hidrogen xlorid, suyu yazanda biz bilirik ki, suyu baxın. Yəni bu variantlarda A variantı olsun, D variantı, B variantı, Y variantı. B variantı da yenə azot orada bəsit maddədir. Y variantında azot bəsit maddədir. Yəni biz bunları yazanda N şəklində də yəni yazırıq. N kimyəvi element atomlar şəklində göstərsək, N şəklində. Bəsit maddə deyirsə, N kimyəvi element atomlarından təşkil olunan maddə burada hidrogen və oksigendir. Yəni baxın, burada 2 dənə hidrogen atomu birləşir, bir dənə hidrogen molekulunu əmələ gətirir. Burada 2 dənə oksigen atomu birləşir, bir oksigen molekulunu əmələ gətirir. Ona görə bəsit maddə deyirsə, C variantıdır burada. Sulu çiçək, aləmi qarışdırdım. 7 mürəkkəb maddələri müəyyən edin. Mürəkkəb maddələr dedik ki, eyni kimyəvi element atomlarından təşkil olunub. Bəsit maddələr eyni, deməli, mürəkkəb maddələr müxtəlif kimyəvi element atomlarının təşkil olunan maddələrdir. Bəsit maddələr isə eyni kimyəvi element atomlarına görə burada mürəkkəb maddə dediyi üçün 1-3 variantları baxırıq. 1-3, deməli B variantı. Bəsit maddələri müəyyən edin. Bəsit maddələr yenə burada dəmir və kükürt. 1-4 variantı. Sonra nəcib qazı müəyyən edin. Uşaqlar, nəcib qazları biz bilirik ki, 8-ci qrupda yerləşən elementlərə təsirsiz qaz, yaxud da nəcib qazlar deyirik. Bunlar neondur, heliumdur, arqondur, kriptondur, ksenondur, radondur. Demək, nəcib qaz dediyi üçün
neon. Yenə nəcib qaz deyirsə, burada yenə 10-cu sualda arqondur. Hansı elementi 2 atomlu bəsti maddə əmələ gətirir? Uşaqlar, biz bilirik ki, heliumun kimyəvi işarəsini uşaqlar biz yazanda belə deyək də helium yazılırsa, əgər burada azot eyni kişi şəklində, karbon işarəsi bəst maddədən söhbət gedir uşaqlar. Burada dəmir yazılanda həm kimyəvi elementin işarəsi ilə karbonda, dəmirdə, silisiumda bunların hər ikisi eynidir. Həm bəst maddə kimi göstərəndə də karbon yazırıq, kimyəvi element kimi də göstərəndə karbon yazırıq. Amma azotu yazanda uşaqlar, əgər bəst maddə deyirsə, yəni ki, kimyəvi element deyirsə eyni şəklində. Burada bəst maddə dediyi üçün A variantı. Sonra hansı element 2 atomlu bəst maddə əmələ gətirmir? 12 sualda. Deməli, oksigen biz bilirik ki, O2-dir, bəst maddə əmələ gətirir. Azot N2, xloru, xlor 2, hidrogen H2, amma silisiumu yazanda uşaqlar biz belə deyək, bəst maddə kimi təqdim edəndə elə silisium, yəni onun kimyəvi işarəsini yazırıq. Görəcək, burada cavab D-dir. Metalı müəyyən edin. Metal burada bilirik ki, dəmirdir. Qeyri-metal deyirsə, burada oksigendir. Sonra dəmir və kükürddən ibarət olan qarışıqdan dəmiri necə ayırmaq olar? Uşaqlar, əvvəlcə burada maqnitlər təsir etmə üsulundan istifadə edirəcək. Dəmir və kükürd heterogen qarışıqdır. Bu da maqnitin köməyi ilə maqnitlə təsir edir deyikcə. Birinci dəmir burada maqnitlə cəzb olunur və kükürdü ayırmaq olur. Sonra bəsit maddələr verilmişdir. Duda, ozon, qrafit, oksigen, qırmızı fosfor. Bu maddələrin tərkibinə isə kimyəvi element daxildir. Uşaqlar, duda bilirik ki, duda deyəndə karbon hissdə, yəni bu karbon nəzərdə tutulur. Ozon biz bilirik ki, ozon O3-dür. Oksigen molekullar, belə deyək, oksigen atom kimyəvi elementindən təşkil olunmuşdur 3 dənə. Qrafit deyəndə yenə karbon nəzərdə tutulur. Yəni qrafit burada karbon alatırlıq şəkilləşmələrindən biridir. Oksigen molekulu, oksigen qazı, oksigen atomundan ibarətdir. Qırmızı fosfor da biz bilirik ki, fosfordan ibarətdir. Bu maddələrin tərkibinə isə kimyəvi element daxildir. Baxın, burada karbonu uşaqlar 2 dəfə yazmışıq, oksigeni də 2 dəfə yazmışıq da. Amma bu maddələrin tərkibinə isə kimyəvi element deyildiğində biz onları 2 dəfə oksigen yazmamıza baxmayaraq onu bir dənə sayırıq. 2 karbon var, yenə bir dənə o kimyəvi element kimi qəbul edirik. Qırmızı fosfor da 3-cü kimyəvi elementimiz. Ona görə cavab burada 3-dür. Sonra xorək duzu və çay qumu qarışığını bir-birindən necə ayırmaq olar? Demək, xorək duzu və çay qumu qarışığını uşaqlar, biz bir heterogen qarışıqdır da bu. Bunları necə ayıra bilərik? Birinci su ilə qarışdırarıq uşaqlar. Xorək duzu su ilə qarışacaq. Sonra götürüb biz bunu belə deyiləcək, süzmə üsulundan istifadə edərik. Bu zaman çay qumu süzgəcdən keçməyəcək də. Süzgəc vasitəsilə çay qumunu ayıracağıq. Sonra buxarlandırma üsulundan istifadə edəcəyik. Çünki xorək duzu suda həll olub. Baxın, buxarlandıranda da su buxarlanacaq. Yenə xorək duzu dənəvər şəklində qabda qalacaq. Ona görə burada ardıcıllıq deyirsə A variantını götürürük. Sonra 4 valentli elementin oksidinin molyar kütləsinin oksigenin molyar kütləsinə olan nisbəti 2-yə bərabərdir. Bu elementin nisbi atom kütləsini müəyyən edin. Deməli, lövhəmiz açaq. 4 valentli elementin oksidinin deyəndə uşaqlar, bir dənə 4 valentli məsələ bizə metal verilib. Oksidi bu şəkildə yazılır. Baxın, metalın da valentliyi uşaqlar 4-dür. Oksigen də 2-dir. Bunu da əkop üsulundan istifadə etsək, 4-4-də baxın, bu cür yazsaq. Bizim əkop üsulumuz var da, 4-2 əkobu burada 4. 4-4-də 1, 4-2-yə 2, yaxud da ki, çarpaz üsuldan istifadə edirik də. Çarpaz üsuldan da istifadə edəndə eyni üsuldur. Sadəcə, məsələn, belə deyək də, baxın, metal 2, oksigen 4. Yəni, burada çarpaz üsulu demək ki, oksigenin valentliyi metalın indeksinə yazılır. Metalın valentliyi oksigen. Yenə də bununla ixtisar edəndə belə bir metal O2. Yəni, 2, 4-ə kiçildən də belə deyək də 2, 2-yə 1, 4, 2-yə 2 bu formada yazırıq. Yəni,
sizə necə uyğundur, necə rahatdır, hansı üsuldan belə də istifadə edirsiniz edin. Yazmaq olar da, yəni hər iki üsulundan, yəni əçob üsulundan da, yaxud da ki, o valentinlər indeksinə yazıb kiçiltmə üsulundan da istifadə etməklə bunların formulunu düzəltmək olar. İndi nə deyir burada? Metalın da burada biz belə deyək də ayarını bilmirik. Onda belə bir emir, məsələn, emirin yazaq buna, həmin metalın. Metalın valentliyini x qeyd eləyək. Oksigenin də valentliyi uşaqlar orada 16 verilibdir. Onda bunun emiri 2^32 olar. İndi burada da deyir ki, 4 valentli elementin oksigenin molyar kütləsinin oksigenin molyar kütləsinə olan nisbəti 2-yə bərabər. Bunda belə bir tənli yaza bilərik ki, x^32, baxın, həmin metalın emirinin, yəni 1 molunun kütləsinin oksigenin molyar kütləsi də uşaqlar biz bilirik ki, oksigenin də molyar kütləsi 32-dir. Niyə? Bir dənə oksigen atomunun kütləsi əgər 16-dırsa, 2 dənə oksigenin kütləsi də 2 vurulsun 6, 32 olacaq. Onda 32-yə nisbəti bərabərdir, deyir, 2-yə bərabərdir. Buradan da həll etsək bu tənliyi, x^32 bərabərdir 64, x bərabərdir 64-dən də 32 çıxsaq 32. Bu elementin nisbi atom kütləsini deyirsə, deməli C variantı. Sonra 19-cu suala baxaq. Eyni cinsli qarışıqları müəyyən edin. Eyni cinsli qarışıqlar o qarışıqlardır ki, dedik ki, uşaqlar o qarışıqlar bir-birində eyni cinsli qarışıqlar bir-birində həll olur. Müxtəlif cinsli qarışıqlar bir-birində heç vaxt müxtəlif cinsli qarışıqlar təşkil edən maddələr bir-birində həll olmur. Yəni bir də ki, belə baxırıq. Eyni cinsli qarışıqlar o qarışıqlara deyirdik ki, orada həll olan sintetikləri biz gözümüzlə görmürük. Amma müxtəlif cinsli qarışıqlar həll olan o bir-birində həll olmayan maddələri biz gözümüzlə onu ayırd edə bilirik də. Bu fikri tətbiq etsək, onda eyni cinsli qarışıq xörək tozu üstəcə su variantıdır. Yenə 20-ci baxaq. Sualda eyni cinsli qarışıqlığı müəyyən edin deyirsə, kükürt və tozu qumla qarışığı biz onu gözümüzlə görə bilirik. Qum və gillə qarışığı yenə gözümüzlə ayırd edə bilirik də. Digər variantlar D də getdi, C də getdi. Etil və spirin su ilə qarışığı homogendir. Yəni onları biz həll edərkən orada həll olan sədikləri heç vaxt gözümüzlə görə ayırd edə bilmərik. Ona görə burada D variantıdır. Sonra 2 valentli metal sulfat duzunun molyar kütləsinə həmin metalın molyar kütləsindən 2,5 dəfə çoxdursa, metalın nisbi atom kütləsini müəyyən edin deyir. Burada 2 valentli metalın sulfat duzunun biz ümumi formulunu yazaq. Uşaqlar biz bilirik ki, 2 valentli metalların sulfat duzlar ümumi formulu SO4-dür. Niyə? Çünki bax bunları belə tətbiq eləyin. Əgər sizə 2 valentli metal deyirsə, bunu necəsə SO4 H2 sulfat turşusunun qalıqıdır da. Yanında neçə dənə hidrogen atomu olur? Biz bilirik ki, sulfat turşusunun yanında belə deyək də 2 dənə hidrogen atomu var. Əgər turşu qalığın valentliyini siz bilmək istəyirsinizsə, yanında neçə dənə hidrogen atomu itiribsə, onun valentliyi o qədərdir. Qeyd elədik. 2 valentlidə burada şərtli onsuz da bizə deyir də. 2, baxın, əçöp qoyanda 2, 1-ə. 2-ni bölürsünüz bu 2-yə, sonra da bu 2-yə indeksə yazırdıq da, bunu uşaqlar bilirsiniz. Baxın, ona görə burada heç bir turşu qalığından mötərizə qoyulmadı. Bir də deyirəm, turşu qalığın valentliyi həmişə yanındakı hidrogen atomlarının sayı qədərdir. Metalın valentliyi də burada bizə 2 şərti, baxın, orada verilib. Yəni biz bildik ki, bu metalın ümumi formulu onda metal SO4 şəklində yazır. İndi bunun da emiri, uşaqlar, biz bilirik ki, baxın, həmin metalın ümumi emirini yazsaq burada. Bu şəkildə, baxın, qeyd etsə, metalın emirini bilmirik. SO4 bililir ki, H2SO4-ün qalığıdır da, orada 2 dənə hidrogen atomu itiribsə, emiri sulfat turşusunun 98-dir. H2SO4-ü biz əzbərdən bilirik ki, baxın uşaqlar, H2SO4 98 qramdır da, belə deyilsə 1 molunun kütləsi.
Deməli burada SO4-də 96-dır. X-də bilmirik də hər hansı bir metalda, ayerin bilmirik, X-nə işarə etmişik. Onda bunun həmin metalın sulfat duzunun molekülər kütləsi X-96 olar. Onda belə bax burada verilən şərtləri qeyd elə. Deyir həmin metalın 2 valentli metal sulfat duzunun molekülər kütləsi, yəni baxın bu metal SO4-ün həmin metalın molekülər kütləsindən 2,5 dəfə çoxdur. Onda gəlin bunun X-nə yenə orada işarə etmişdik. Axı bax bu metalda X-dir, bu da X-dir. Yaza bilərik ki, X üstəcə 96 deməli bölünsün. Metalı da bilmirik də 2 bərabərdir 2,5. X tənliyini həll edək. Yine burada 2 üzərinəcə 96. Deməli, bunda belə yazaq da, onda bərabərdir 2,5 daha doğrusu bilin x yazdıq. 2,5 x çarpı üsulundan istifadə etdik də elə belə burada. X-dən də 2,5 x-in çıxsaq, belə yazaq da onda. Çıxılsın x bərabərdir 96. 1,5 x də bərabərdir 96. 96-nı da 1,5-ə bölsə, səhv etmirəmsə, burada 64 düşür. 64. Kalkulyatorda da özünüzdə yoxlayın, səhv etmirəmsə 64 oldu. Cavab burada C variantı. Sonra nədir? 22-ci suala baxırıq. 2 valentli metalın bromid duzunun nisbi molekül kütləsi həmin metalın nisbi atom kütləsindən 5 dəfə çoxdursa. 2 valentli bromid duzunun, baxın, 2 valentlikdə metal deyirsə, bromid duzu deyirsə, onda bunun biz emirini formulunu metal, brom, 2 şəklində göstərə bilərik də. Onda bunun emiri də yenə metalı bilmirik. X-lə qeyd edirik. Ayerin X üstəcə brom orada verilib. Bir bromun, yəni ayeri 80-dirsə, 2 atomlu bromun kütləsi 2 vurulsun 80, 160 olacaqdır uşaqlar onda. 160. İndi deyir ki, uşaqlar, bu həmin metalın da ayerin bilmirik X-də. Nisbi molekül kütləsi, yəni bu X üstəcə 160. Həmin metalın nisbi atom kütləsindən 5 dəfə çoxdur. Həmin metalın nisbi atom kütləsi də axı ayerin belə deyək də. Ayer metal X-nə işarə etmişdik axı. Bunu da X-ə bölüblər. Elə bil 5 dəfə çoxdur. Yəni bunların nisbəti 5 olub. Bir tənliyi həll edək. Buradan da yine 2 üzərinəcə 160 bərabərdir 5 2. 5x'dən də 1x'in çıxsaq 4x bərabərdir 160. X də bərabərdir 40 olduğunu taparıq. Həmin deməli metalın nisbi atom kütləsi 40-dır Y variantı. Sonra 23-cü suala baxaq. Deməli burada nə deyir? Hansı sırada bir atomlu bəsit maddələri əmələ gətirən elementlər göstərilmişdir uşaqlar? Deyir elə biz sıra götürükcə həmin elementlər bəsit maddə əmələ gətirərkən bir atomdan ibarət olsun. Uşaqlar burada cavab D variantıdır. Niyə dedik? Çünki heliumu yazanda biz bəsit maddə şəklində helium, azotu N2 şəklində göstəririk. C variantı oksigen O2, kaliumu tək göstəririk də, yəni bəsit maddə şəklində kalium bir atomdan ibarətdir. Mis yenə bir atomdan ibarət bəsit maddədir. Azot yenə 2 atomdan ibarət bəsit maddədir. Kükürt yenə bir atomdan ibarət deyəndə kükürt bir atomlu bəsit maddədir. Oksigen isə 2 oksigen atomdan ibarət bəsit maddə əmələ gətirir də, belə deyək. Ona görə bir atomlu dediyi üçün D variantı. 24-ə baxırıq. Hansı sırada çox atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir uşaqlar? Burada A variantı götürə bilmərik. Neon var,
C-də helium var, təsirsiz qaz, Y-də yenə helium var. Götürə bilmirik. Burada D variantıdır. Niyə uşaqlar D-dir? Çünki kükürdür, baxın. Kükürt həm belə deyək, 8 atomlu bəs maddə əmələ gətirə bilər. Fosforda P4 şəklində yaza bilərik də. Yəni baxın, burada S8 P4. Yəni çox atomlu bəs maddə əmələ gətirən elementlərdir. Kükürt həm də fosfor. Sonra 25-ci suala baxırıq. Hansı halda bəsit maddə haqqında söhbət gedir uşaqlar? Bəsit maddə oksigen kükürt qazının tərkibində kimyəvi element kimi baxırıq. Mis kuporosunun tərkibində kimyəvi element kimi baxırıq. Azot havanın tərkibində deyirsə uşaqlar, burada bəsit maddədən söhbət gedir. Çünki havanın tərkibində biz belki azot qazı var, oksigen qazı var, müəyyən miqdarda karbon qazı var. Ona görə burada cavab C variantıdır. Azot nitrat turşusunun tərkibində deyirsə, bu kimyəvi element kimi baxırıq. Civə divoksidin tərkibində deyəndə biz buna kimyəvi element kimi baxırıq da. Bir də deyirəm, bu dərslər inşallah gələn aylarda izahlarını verəcəm. Bunlar haqqında geniş danışacağım orada uşaqlar. Sonra 26. Hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir. Hidrogen suyun tərkibinə daxildir. H2O-nun tərkibində su kimyəvi elementdir. Hidrogen ən yüngül uşaqlar, baxdır qaz deyir. Bax, burada yenə belə deyək də, bəsit maddə kimi nəzərdə tutulur. Hidrogen oksigenlə reaksiyaya daxil olur deyirsə, yenə burada bəsit maddə kimi nəzərdə tutulur. Bizdə deyil, səhvi deyir, axtarırıq. Hidrogen reduksiya edicidir. Yəni hər hansı bir maddə ilə reaksiya gedirsə elektron verir. Reduksiya edici yenə bəsit maddə kimi nəzərdə tutulur. 2 həcm hidrogen, 1 həcm oksigen ilə yollayıcı qaz əmələ gətirirsə, bu suyun alınma reaksiyasıdır. Yenə burada bəsit maddə kimi baxır. Amma hidrogen suyun tərkibində daxil olanda uşaqlar baxın, su biz deyirik ki, 2 hidrogen atomundan ibarətdir. Belə deyək də, bir oksigen atomundan təşkil olmuşdur. Yəni hidrogen suyun tərkibində həmişə baxanda bəsit maddə kimi deyil də, kimyəvi element kimi başa düşürük. Əgər A variantı, bax buradakı cümlə belə deyək də, hidrogen suyun tərkibində kimyəvi element kimi nəzərdə tutulur A variantında. Digər variantlarda bəsit maddə kimi qəbul edirik. Sonra 27-ci suala baxırıq. Adi şəraitdə qaz halında 2 atomlu bəsit maddələr əmələ gətirən elementləri müəyyən edin. Yəni ki, uşaqlar, bu elə variant götürməliyik ki, bunları bəsit maddə kimi yazanda biz onları 2 atomlu kimi qeyd edirik də. Burada baxın, A variantını götürə bilməliyik. Çünki burada karbon var. 2 atomlu deyil ki, karbon 1 atom bəsit maddədir. C variantında helium var, götürə bilmirik. Y variantını götürə bilərik. Çünki Y-də baxın uşaqlar, fluor 2 yazırıq. Cavabımız Y-də elə. Baxın, fluor 2 yazanda halogenlərdir də. Halogenlər bilirik ki, uşaqlar, belə deyək, 2 atomlu bəsit maddə şəklində bəsit maddə kimi təqdim edəndə biz onları indeksini 2 yazırıq. Yenə burada B-yi götürə bilməliyik. Çünki burada kükürt var. D-də də dəqiqə uşaqlar, burada niyə o? 2 cavab çıxdı onda. Adi qaz halında, yox, qaz halında uşaqlar söhbət gedir burada. Bax, qaz halında 2 atomlu bəsit maddə əmələ gətirən elementlər deyirsə, uşaqlar, azot xlordur burada. Üzr istəyirəm, burada diqqət eləmədim də. Deməli, bax, qaz halında dediyi üçün, axı, brom mayedir uşaqlar. Brom mayedir, fluor qaz halındadır. Ona görə burada, baxın, N2, indeksində 2, biz xlor yazırıq, indeksində 2. Fluoru da bəsit maddə kimi təqdim edəndə, bromu da bəsit maddə kimi təqdim edəndə, indeksinə 2 yazırıq. 2 atomlu bəsit maddə kimi, axı, burada qaz halında deyil. Ona görə cavab burada D variantıdır. Bir də qeyd edim, brom mayedir, aqreqat halda. 28-ci sual. Adi şəraitdə qaz halında olan 1 atomlu bəsit maddələri göstərir. Deyir, 1 atomlu bəsit maddə götürün, bütün hamısı qaz halında olsun. Deməli, burada təsirsiz qazlardır da uşaqlar, baxın. Arqondur, heliumdur, baxın, burada həm qaz halında olsun, həm də 1 atomlu olsun. Mis bərk haldadır.
qaz halında deyil. Məsələn, kalium bərk halındadır, götürə bilmərik. Oksigen var burada, O2-dir. Sonra B variantı oksigen O2-dir. Belə deyək, bir atomlu deyil, kükürt bərk haldadır. Uyğun getmir də, yəni o birisi variantlar. Helium da yenə bir atomlu bəst maddədir, azot isə 2 atomlu bəst maddədir. Sonra çox atomlu bəst maddələr əmələ gətirən elementləri müəyyən edir. Elə elementlər sırası götürün ki, çox atomlu bəst maddə əmələ gətirə bilsin. Deməli, burada elə kükürt fosfordur. Kükürt dedikdə, bax, qeyd edək ki, S8 kimi göstərə bilirik də. Kristallı kükürdün formulu S8 idi. Fosforda P4. Fosforu biz P4 şəklində göstərə bilirik. Burada məsələn argon var. B variantında götürə bilmirik. D-də neon var. Silisiumda, heliumda onsuz da bunlar çox atomlu bəst maddə əmələ gətirə bilmir. C-də də yenə helium var. Yəni onları biz götürə bilmirik. Sonra müxtəlif cinsli qarışıqları müəyyən edin. Uşaqlar, müxtəlif cinsli qarışıqlar dedik ki, təşkil edən maddələr bir-birində həll olunur. Bir də ki, əgər həll olunursa, biz orada bir də ki, orada daxil olan qarışıqları adi həyatdadır da, gözümüzdən ona daxil olan qarışıqlar, hissəcikləri biz görə bilirik. Yəni, deməli, burada xörək duzu və suyu həll etsə, biz orada daxil olan bir-birində həll olur. Gözümüzdən görməyəcək heç bir hissəciyi. Şəkər üstəcə suyu da biz gündəlik həyatda tez-tez etdiyimiz qarışıqlardır da. Yəni anamızda, özümüzdə çay hazırlayarkən nəsə şəkəri suda həll olundan biz bilirik ki, şəkər suda tamamilə həll olur. Biz orada qarışıq olan, daxil olan şəkəri, yəni hissəciyi gözümüzdən görə bilmirik də. Uzun sözün qısası da cinsi qarışıqlar təşkil edən maddələr bir-birində həll olur. Müxtəlif cinsi qarışıqlar təşkil edən maddələr bir-birində həll olmur. Ona görə burada müxtəlif cinslə deyirsə 2 və 4 variantı, kükürt və üstəcə, təbaşir və üstəcə su, 2 və 4 A variantını götürəcəyik. Eyni cinsli qarışıqlar deyirsə burada uşaqlar, glikoz və üstəcə su, xörək duz üstəcə su, 1-3 variantı. Qarışıqları müəyyən edin uşaqlar. Belə tipli testlərdə indi şəkərin lap bu testləri üçün başlayan uşaqlar üçün bilmirlər şəkərdə ümumi formulunu biz necə qeyd edirik. Qarışıqlarla saf maddələrin testlərdə seçmə yeganə yolu budur ki, saf maddələrin kimyəvi formulu olur, qarışıqların kimyəvi formulu olmur. Şəkəri ümumi halda karbon 6, H12, oksigen 6 kimi göstərə bilərik də, yaxud da fruktozanın formulu kimi də göstərmək olar. Yəni, şəkərin formulu var, havanın, benzinin formulu yoxdur. Ona görə burada qarışıqlar deyirsə, 2-3-dür uşaqlar. Saf maddələri müəyyən edin. Yenə testlərdə dedik ki, saf maddələrin qarışıqlarını seçmək yeganə yolu belədir. Saf maddənin kimyəvi formulu olur, qarışıqların kimyəvi formu olmur. Ona görə oksijeni sirkə turşusun bilirik ki, karbon H3, COH-dır. Oksigen də uşaqları biz bilirik ki, O2-dir. Benzinin kimyəvi formu olmur. Ona görə 1-3 variantı burada. Bəsis maddələri müəyyən edin. Eyni növ maddələr, eyni kimyəvi elementlər atomları yan-yana durmalıdır da, belə deyək. Eyni kimyəvi element atomları təşkil olan maddə gözümüzün önündə canlanmalıdır burada. Deməli, bəsit maddələr deyirsə uşaqlar, deməli, baxaq, almaz, civə, oksigen, ozon. Bax, cavab burada C variantıdır. Niyə? Almaz bilir ki, karbonu alatırıq şəkil dəyişməzdir. Oksigen, ozon da oksigen kimyəvi elementindən təşkil olub, oksigen atomlarından təşkil olub. Civə də bilirik ki, civənin də işarəsini bilirik. Yəni, baxın, karbonu yazanda sırayla yazaq. Almaz karbondur, civə oksigen O2-dir, ozon da O3-dür. Deməli, C variantı. Digər variantlarda isə mürəkkəb maddələr var, götürə bilmərik. Sonra 34. Hansı element metallara aiddir? Hansı element metallara aiddir? Uşaqlar, biz bilirik ki, dövrü sistemdə birinci, ikinci qrupda, birinci qrupda hidrogen istisnada da olan metallardır. Əlavə yarım qrup elementlərinin hamısı metallardır. Ona görə metal burada deyirsə biz fikirləşmədən, demək, barium, berilium, manqan B-yi götürürük. Çünki A-da silisium var, C-də azot var, D-də kükürt var, Y-də hidrogen, oksigen var.
qeyri-metaldılar, yəni onlar götürə bilmirik o variantları. Hansı elementlər qeyri-metallardır? Qeyri-metallar deyəndə dövrlər üzrə soldan sağa getdikcə həmişə dövrlərin sonuna doğru metallar yerləşir uşaqlar. Burada qeyri-metal deyirsə, deməli hansı variantını götürürük? Baxaq, bor, silisium, brom. Bir də baxaq, natrium metaldır, barium metaldır, A variantında kalsium metaldır, D-də manqan metaldır, maqnezium metaldır. Sonra etil spirtini su ilə qarışığını hansı üsulla ayırmaq olar? Uşaqlar, biz dedik ki, etil spirtini su ilə qarışığını distillə üsulla ayırmaq olar da. Yəni distillə üsulu bir-birində həll olan maddələrin ayrılma üsuludur. Burada qaynama temperaturlarının müxtəlifliyi əsas götürülür. Deməli, hansı oldu? Distillə. Xörək duzunu su ilə qarışığını hansı üsulla ayırmaq olar? Buxarlandırma ilə ayırmaq olar. Əgər şəkər üstəki su deyirsə, uşaqlar həmişə kristallaşdırma üsulu orada qeydə kristallaşdırma üsulunu götürəcəyik biz. Hansı ifadə bəsit maddə aiddir? Kükür sulfat turşusunun tərkibində, H2SO4-ün tərkibində kükürdə biz kimyəvi element kimi baxırıq. Mis kuporozunun tərkibində kimyəvi element, oksigen kükürt qazının tərkibində yenə kimyəvi elementdir. Azot nitrat turşusunun tərkibində yenə kimyəvi elementdir. Oksigen havanın tərkibində bəsit maddədir uşaqlar. Yalnız bəsit maddələrdən ibarət olan sıranı müəyyən edin. Yəni eyni kimyəvi element atomlarından təşkil olunacaq. Yenə bu A variantında potaş var, cips var. Yəni burada C-dir, götürə bilmirik. Yenə B variantında mərmər, soda var, götürə bilmirik. C variantında pirit var. Piridin tərkibi 1-2, fermesi 2-dir, götürə bilmirik. Burada Y-dir, niyə Y-dir? Ozon, qrafit yox, uşaqlar. Baxın, ozon yazılanda O3, qrafit biz bilirik ki, karbondur. Yoddakı halogendir, 2 atomlu bəsit maddədir. Saf maddəni müəyyən edin. Yenə saf maddə deyirsə, burada uşaqlar kimyəvi formulu olan maddə axtaracağıq biz burada. Bir də deyirəm, saf maddələrin qarışıqlarının testdə yeganə seçmək yolu budur da, odur ki, saf maddənin kimyəvi formulu olur, qarışıqların formulu yoxdur, kimyəvi formulu yoxdur. Ona görə kimyəvi formulu burada olan A variantıdır. Ozon da biz bilirik ki, uşaqlar O3 şəklində yazılır. Sonra hansı ifadənin mənası yoxdur? Saxaroza molekulu var uşaqlar. Biz bilirik ki, glikoza molekulu var, azot molekulu var, anlayışı var, benzol molekulu var, karbon 6H6, hava molekulu deyilən anlayış yoxdur. Hava qarışıqlardan ibarətdir. Ona görə burada cavab Y-dir. Hansı ifadənin mənası var? Yəni elə bir burada cavab götürməliyik ki, bu molekulun işarəsi var da, yəni hansı atomlardan təşkil olunduğunu biz göstərə bilirik də. Bax, glikoza molekuludur. Glikoza da bilirik ki, uşaqlar karbon 6 H12 oksigen 6. Yəni bir glikoza molekulu 6 hidrogen atomundan, 12 hidrogen atomundan, 6 dənə oksigen atomundan ibarətdir. Amma o digər kerosin molekulu, neft molekulu, hava molekulu, bunlar belə bir anlayış yoxdur da. Bunlar ancaq qarışıqlar. Təbii qaz deyəndə yenə qarışıq başa düşürük. Sonra suda həll olan mayeləri suda məhluldan hansı üsulla ayırmaq olar? Yəni suda həll olur, bir-birində mayelər həll olur uşaqlar. Yəni məhluldan hansı üsulla ayıra bilmərəm? Süzmə olmaz, çünki bu heterogen, çökdürmə də olmaz. Yenə uşaqlar, bu heterogen qarışıqların ayırma üsuludur. Əgər mayedə həll olubsa, homogendir də, mütləq burada ağlıma nə gəlir? Distillə gəlir. Sonra suda həll olan bərk maddəni suda məhluldan hansı üsulla ayırırlar? Bir dənə tutaq ki, siz uşaqlar götürmüsünüz, belə deyək, xörək duzu, suda həll etmişsiniz. Hansı üsuldan ayıra bilərəm mən bunu? Buxarlandırma. Şəkər də ola bilər, məsələn, burada suda həll olur. İndi kristallaşdırma vermədiyi üçün buxarlandırma götürür. Əgər suda həll olan bərk maddə deyirsə, bu mütləq burada uşaqlar eyni cinsli qarışıq əmələ gəlib də, eyni cinsli qarışıqların ayrılma üsullarından biri də buxarlandırmadır. Bu maqnitlə təsir etmədir, süzmədir, durutmadır. Biz bilirik ki, bunlar hidrogenlərin ayrılma üsullarıdır. Sonra hansı element 8 atom bəsit maddə əmələ gətirir? Uşaqlar, biz azotu 1-2 atomlu bəsit maddə əmələ gətirir də. N2, kükürt 1 atomlu bəsit maddə əmələ gətirə bilər. 8 atomda fosfor
P4 əmələ gətirə bilər. Yod 2, oksigen bilirik ki, 2 atomlu bəsis maddə əmələ gətirə bilər. Ona görə burada 8 atomlu dediyi üçün D variantı. 47-yə baxırıq. Hansı element 3 atomlu bəsis maddə əmələ gətirir? Uşaqlar bilirik ki, ozondur. Fosfor P4-dür, yod 2, azot N2, xlor 2 şəklində göstəririk bəsis maddə halında. Hansı element 4 atomlu bəsis maddə əmələ gətirir? Biz bilirik ki, ağ fosfordur. P4 şəklində yazılır. Qarışığı müəyyən edin. Qarışıq deyəndə yenə burada kimyəvi formulu olmayan maddə axtarın. İlşanda baxın, xlorun formulu var. Xlor 2, yod 2, brom 2, dəmir 2, amma havanın kimyəvi formulu yoxdur, qarışıqdır. Hansıdır yalnız qeyri-metallar verilmişdir? A variantını götürə bilmərik uşaqlar. Kalsium var. B-də kalium var, C-də kalsium metaldır, Y-də natrium metaldır. Ona görə burada qeyri-metal deyirsə, karbon, fosfor. Mürəkkəb maddəni göstərir. Mürəkkəb maddə uşaqları burada sudur. Biz bilirik ki, su H2O şəklində yazılır. Baxın burada uşaqlar H2O. Amma oksigen yazanda uşaqlar O2 bəsis maddə kükürt S8 də yaza bilərik. Yəni təş şəklində də yazmaq olar. Bir atom şəklində qrafit biz bilirik karbondur. Fosfor da elə təş şəklində də yazmaq olar. P4 şəklində də fərq etmir də. Ağ fosfor desəydi P4, fosfor dediyi üçün uşaqlar elə P yazaq. Sonra su ilə müxtəlif cinsli qarışıq əmələ gətirin. Su ilə müxtəlif cinsli qarışıq əmələ gətirən elə maddə götürməliyik ki, yəni su da həll olmasın. Su da burada həll olmayan uşaqlar nədir? Kerasindir. Müxtəlif cinsli qarışıq əmələ gətirir. Xörək tuzu, şəkər, etil, spirit, şəkər turşusu biz bilirik su ilə homogen qarışıq verir. Yəni su da həll olur. Su ilə eyni cinsli qarışıq əmələ gətirən yenə burada şəkərdir. Yəni suda həll olur, homogen qarışıq əmələ gətirir. Hansı qeyri-metal 54-də baxırıq. Hansı qeyri-metal adi şəraitdə bərk haldadır? Uşaqlar bilirik ki, flyor qaz halındadır, xlor qazdır, brom maye, azot qaz, fosfor bərk haldadır. Hansı elementin allotrop şəkil dəyişməsi yoxdur? Uşaqlar kükürdün var, oksigenin var, karbonun var, fosforun var, azotun allotropik şəkil dəyişməsi yoxdur. Kondensləşmə zamanı maddənin aqreqat halı dəyişir. Demək, kondensləşmə deməkdir. Kondensləşmə maddənin belə deyək də, buxar haldan maye hala keçməsidir. Baxaq, onda hansı variantı götürə bilərik? Buxar halda maye hala keçməsi, qazdan mayəyə 2 variantı. Deməli, yalnız 2 hansıdır bir variantı. Sonra hansı ifadələr qeyri-metalların xarakterik fiziki xassələrinə aiddir? Deməli, metallar, biz qeyri-metallar bilirik ki, uşaqlar kövrəkdirlər, elektrik cəryanı keçirmirlər, metallar elektrik cəryanı yaxşı keçirirlər, metal maddəsinə malikdirlər, ona görə 1-3 variantı, E variantı. Hansı maddələr 10 dərəcədən 60 dərəcəyə temperaturu intervalında aqreqat halı dəyişmir? Uşaqlar, bir lövhəmizi açaq. Baxın, X maddəsinin görsədək intervallar üsulu ilə bu testi Y maddəsi üçün. Baxın, X maddəsinin X maddəsi deyir 40 dərəcədə uşaqlar. Deməli, bura bərk yazaq. Bura maye, qaz. Baxın, deyir 40 dərəcədə bərk haldır, 40 dərəcədə əridir uşaqlar. Əridirsə maye halına keçir də 152 dərəcədə də qaynadsa qaz halına keçəcək. Deməli, burada 5 dərəcə, burada 230 dərəcə. Deməli, ərimə temperaturu -10-dursa, burada da İndi
İndi baxın deyir, hansı maddələrin 10 dərəcədən 60 dərəcə temperatur intervalında aqreqat halı dəyişmir. X-ə baxaq. 10 dərəcəyə uşaqlar deməli düşür bura. Sonra 60 dərəcədə təxminən düşür bura. Burada dəyişir də. Gəlin plus qoyaq buna. Minusları dəyişmir. Burada deməli dəyişir. Sonra yenə 10 dərəcə düşür bura təxminən. 60 dərəcədə bura düşür. Yenə baxın, bərşdə maye keçdi də yenə buna plus qoyaq, dəyişir. Sonra yenə müsbət 10 düşür bura hardasa. 80 dərəcədə deməli 60 dərəcədə bura düşür. Baxın bu dəyişmədi. Baxın burada 10 dərəcədə bura düşdü. 60 dərəcədə bura maye intervalına düşür də. Baxın bu interval mayedir. Yəni burada dəyişilmədi. Dəyişilmirsə deyirsə, yalnız Z variantı. Yəni bu keçid, bu intervallar üstünə baxanda 10 dərəcə 60 dərəcəyə keçəndə baxırıq ki, X-in, Y-in burada aqreqat halı dəyişdi. X baxın, fikir verin, bərşdən maye keçdi. Y yenə orada bərşdən maye keçdi. Amma Z maddəsi ilə maye halda qaldı. Aqreqat halı yəni dəyişmədi. Sonra baxaq. Yenə 59'a baxaq. Yine intervallar üstündən istifadə edək. Deməli, eyni testi bu 40. Eyni rəqəmlərdir. Seçərək pozmadığı ev yoxdur. Deməli, bərk, maye, qaz. Deməli, 60 dərəcədə əridir. 120 qaynama. Baxın, burada bunların intervallarının keçidləridir uşaqlar. Deməli 20 dərəcədən 70 dərəcəyə uşaqlar. 20 dərəcədən baxın. 20-70 X maddəsi üçün elə bu aralıqda yerləşir də uşaqlar. Baxın elə bu aralıqda. Yəni baxın biz 20-ni rəqəmləri qoysaq, təxmini 20 bura, 70-də bura düşər də. Ona görə X maddəsini dəyişmir. İndi burada variantı götürək də biz burada. Dəyişmir dedik üçün X-i götürə bilərik. Sonra Y maddəsi 15 yenə 20 dərəcədən 70 dərəcəyə. Yenə 20 dərəcə hardasa maye intervalına düşür də burada baxın. 20 bura, 70-də bura. Bax qırmızı ilə qeyd edək. Yenə burada baxın 20, 70. Yenə 20, 70, 15 dərəcə ilə 200 dərəcənin intervalına aralığına düşdü. Yəni burada yenə bu dəyişilmir. Y götürə bilərik. Z mənfi 10 dərəcə, yenə 20 baxın. Düşür bura hardasa. Belə deyək də onda deməli mənfi 20 dərəcədən 70 dərəcə belə deyək də yox, burada 20 yəni 20, 70 40-20 yox, istəyirəm uşaqlar, burada yanlış qeyd etdik. Baxın, burada 20 dərəcədə haradasa uşaqlar bura düşür, bərkə düşür. Deməli, 70 dərəcə haradasa bura düşür. Ona görə X-də uşaqlar dəyişilir, X-də dəyişilir. Y-də dəyişilmir. 20, 70, 15 ilə 100 arasında düşür. Yenə 20 ilə 70, baxın, bu intervala düşür. Baxın, bu aralığa. 20-70 yenə bax mənfi 10 ilə 80 arasında düşür orada. Yenə burada dəyişilmir deyirsə, X-də dəyişilir, Y-də dəyişilmir, yenə Z-də dəyişilmir. Ona görə Y, Z variantlarını götürürük.
Yəni D variantına burada. Sonra 60-cı suala baxaq. Elementlər verilmişdi, X, Y elementləri verilmişdi uşaqlar bizə. Deyir ki, burada X, Y hansı elementlər olar? X-in allotropik şəkil dəyişmələri var. Baxın, plus verib də burada. Plus o deməkdir ki, X-in allotropik şəkil dəyişməsi var, Y-in yoxdur. Elə sıra götürməliyik ki, deməli, kükürdün allotropik şəkil dəyişməsi var. Fosfor, oksigen, yəni D variantıdır. Baxın, Y-də kükürt var, oksigen var, götürə bilmirik. Yəni orada baxın, xrom sıranı pozur. B variantında alüminium sıranı pozur. Yəni alüminiumin allotropik şəkil dəyişməsi yoxdur. C variantında azot sıranı pozur. Y variantında nə alüminium, nə azotun, nə xromun allotropik şəkil dəyişməsi yoxdur da. Ona görə kükürdün fosfor, alüminium, azot, xrom, yəni D variantı. Baxırıq, X, Y elementləri bitmişdir. 61-ci X elementin allotropik şəkil dəyişməsi yoxdur. Baxırıq, olmayanlar burada uşaqlar. Oksigen, fosfor, silisium olur. Olmayanlar deyirsə burada. Y-in altında allotropik şəkil dəyişməsi, onda olanları axtaraq da. Allotropik şəkil dəyişməsi olan variantlar Y altında baxın. Oksigendir, fosfordur, karbonun, oksigenin allotropik şəkil dəyişməsi var. Bu D variantı. Bax, azotun, xlorun, maqneziumun allotropik şəkil dəyişməsi yoxdur. Oksigenin, fosforun, karbonun allotropik şəkil dəyişməsi var. Sonra baxaq nə deyir. Buz suya çevrildi. Birinci prosesinə işarə. Proseslərdir sadəcə burada. Proseslərin nömrələrlə çevrilmələrini veriblər də. Yəni buz suya çevrildi. Birinci prosesdə su hidrogen, sudan hidrogen aldı. İkinci prosesdə hidrogendən suyun alınması. Üçüncü proses sudan su buxarının alınması. Dördüncü proses. Hansı mərhələlərdə fiziki hadisə baş verir? Uşaqlar, biz bilirik kimyəvi hadisə zamanı bir maddədən başqa bir maddə əmələ gəlir. Fiziki hadisə zamanı bir maddədən başqa bir maddə əmələ gəlmir. Deməli, biri götürə bilərik. Buz suya çevrilir, ancaq aqreqat halı dəyişir. Su hidrogenə çevrilməsi zamanı orada kimyəvi hadisə baş verir. Hidrogendən su alıramsa, yenə kimyəvi hadisə. Sudan su buxarı alıramsa, fiziki hadisə. 1-4 variantı. B variantı. Maddələr verilmişdir uşaqlar. Burada A maddəsi aqreqat halı, ikisi ayrılma üsulu Y-dir. Deməli, B maddəsi verilmiş, aqreqat halı mayedir, ayrılma üsulu Y-dir. Yəni, hər ikisinin ayrılma üsulu eyni bir üsul götürməliyəm də. A maddəsi B ilə müxtəlif cinsli qarşılıqlar əmələ gətirir. Yəni, A ilə B qarışdıranda müxtəlifdir. A, X və Y-ni müəyyən edir. Bunların ayrılma üsulu belə baxaq da onda. A ilə B müxtəlif cinsli qarşılıqlar əmələ gətirirsə, X və Y-ni müəyyən edir. A-nın aqreqat halı bilmirik, B mayedir. Aqreqat halında bilmirəm. Deməli, bu bəşdir, belə mayedə həll olmayıb. Ayrılma üsulu da, mən hansı üsul götürməliyəm də ki, bu ayrılma üsulu Y olsun. Məsələn, ayrıcı qıf götürə bilərik də onda burada. Baxın, ayrıcı qıf əgər mən burada götürərsə, A maddəsi bərk maddədir, mayedə həll olmayıb da. Bərk maddədir, mayedə həll olmayıb. Yox, mayedə alırsa ayrıcı qıf götürürəm. Onda gəl süzmə üsulu götürək. Deməli, bu ayrı distillə buxarlandırma götürə bilərik də uşaqlar. Niyə buxarlandırma götürək? Çünki məsələn, A maddə mənim şəkərdir, B maddə mayedir. Deməli, müxtəlif cinsli oldu axı bu. Mayedə həll olmursa ayrıcı üsulu, yenə yox, B variantı uşaqlar. Baxın, əgər burada X maddə mayedir, mayedə həll olmur, emulsiyada müxtəlif cinsli qarşılıqlar. Ayrılma üsulu da ayrıcı qıfdır, obrislər uyğun getmir. Bərk maddə mayedə həll olmursa, süzmə üsulu götürürəm A variantda. Qaz mayedə həll olmursa uyğun getmir. Mayedə əgər həll olmursa, süzmə üsulunu istifadə edə bilmərəm ki, əgər bərk maddə götürmüsə, mayedə həll olubsa, buxarlandırmadırsa, buradan da bu müxtəlif cinsli yaza bilməzdir. Məsələn, C üçün deyirik, buna C variantı üçün eyni cinsli sözü yazmalıydı orada. Sonra
64-də baxaq. Adi şəraitdə uçucu olmayan birləşmələri müəyyən edin. Uşaqlar, uçucu olmayan sözü varsa, yəni bu bərk maddə nəzərdə tutulur burada. Biz bilirik ki, natrium hidrit bərkdir, hidritlər silisyum, O2 qumgildir, bərk haldadır, CO2 qaz haldadır, hidrogen xlorid adi şəraitdə aqreqat halı. Həmişə deyirik ki, qaz halındadır, suda məhlul turşudur. Ona görə də uçucu olmayan bərk maddə axtaracağıq. 1, 2. Sonra yine 65-ci testdə yeni eyni testdir. Deyir ki, X, Y maddələri ibarət qarışıq hansı üsulla ayırmaq olar? Deyir, X maddəsi mayedir, Y bərkdir. Bunlar deməli bir-birində həll olmayıb, müxtəlif nisli qarşılıq əmələ gətirib də. Onda mən burada ayrıcı Y maddəm bərkdir, müxtəlif. Onda bərk maddə süzmə üsulu götürərəm də burada. Süzməklə ayıra bilərəm də. Çünki ayrıcı qıf desəydi uşaqlar, onda maye-mayedə həll olmamalıydı. Y də orada maye yazmalıydı. Mən ayrıcı qıf götürərdim. Deməli, X mayedir, çox ki sudur. Y-də çox ki qumgil, silisyum ki həll olmayıb, müxtəlif cinsli qarışıq əmələ gəlir. Mən hansı üsuldan istifadə etməliyəm? Süzmə üsulundan. Yəni, müxtəlif cinsli qarışıqların ayrılma üsulu ağlınıza gəlməlidir ilşanda. Ya ayrıcı qıfdır, çünki maqnitlə təsir etmə. Yenə biz bilirik ki, bərk maddənin baş maddə həll olmaması zamanında da belə daha doğrusu bərk məsələn kükürtlə dəmir qırıntısını qarışığını ayırmaq üçün istifadə edirik. Distillə üsulu homogen qarışıqların ayrılma üsuludur. Buxarlandırma yenə homogen ayrılma üsuludur. Yenə burada X maddəsi verilmişdi, Y maddəsi aqreqat halları mayedir, bərkdə yenə həll olub. Yenə burada ya şəkər üstəcə su, yaxud da xörək duzu üstəcə su fikirləşməliyik də belə. Eyni cinsli qarşılıqdır. Hansı üsulla istifadə etməliyəm? Buxarlandırma. Çünki ayrıcı qıf olsaydı bir də deyirəm, C götürsəydi maye, Y də maye olmalıydı. Çöktürmək əgər götürsəydim, qarışığın növü orada hidrogen yazmalıydılar mütləq. Yenə belə çöktürməsində elə durutma üsulu da belə deyək. B də yenə süzmək götürsəydim, orada hidrogen sözü olmalıydı. Qarışığın növü maqnitlə təsir etmədə də yenə hidrogen olmalıydı. Əgər yenə deyirəm, maye bərkdə həll olubsa, eyni cinsli qarşılıq əmələ gətiribsə, bu buxarlandırmadır. Yəni, bərk və maye maddələrin qaynama temperaturu müxtəlifliyinə əsaslanır da. Sonra 67-ci suala baxaq. Yenə intervallar üsuludur. Lövhəmizi açaq. İntervallar üsulunda uşaqları yenə baxın. X için çəkək. X, Y, Z maddələri vermişdi. Deyirik ki, 20 dərəcədə X, Y, Z maddənin aqreqat halını müəyyən edin. Yenə baxın burada 0 dərəcə. Deməli, bu intervallarda aqreqat halları nəzərdə tutulur uşaqlar. Bərk, maye, qaz yazdıq. 0 dərəcədə baxın. Deməli, ərimə temperaturda əridi, deməli, keçdi maye halına. 100 dərəcədə qaz halına keçir. -60 dərəcədə burada 30-40 dərəcə burada da suallara baxın. Müsbət 20 hara düşür uşaqlar? Müsbət 20 desə, baxın, 20 dərəcə bura düşür. Yenə müsbət 20 deyirsə, burada belə deyək də, müsbət ədədlər həmişə mənfinin sağında yerləşir də. Burada 20 bura düşür təxmini. Yenə 20 dərəcə deyirsə, baxın, bura düşür. İndi deyir ki, mən müsbət 20 dərəcədə X, Y, Z maddələrin aqreqat halını müəyyən edin. Baxın, X, Y, Z yazaq.
X, Y, Z-nin aqreqat axını. Baxın, 20 dərəcədə X mayedir də orada, baxın uşaqlar, mayedir. 20 Y-dir, yenə qaz halındadır. Z maddəsi də bərk halındadır. Deməli, maye qaz, bax bu mayedir, maye, deməli, qaz, bərk hal axtaracaq da, maye, qaz, bərk D variantı. Yəni, X maddəsi maye haldadır, 20 dərəcədə qaz halındadır. Çünki elə Y qaz halındadır. Çünki qazların axı biz bir cərimə qayma temperaturu həmişə mənfi ədədlərinin istifadə olunur. Üzr istəyirəm uşaqlar. Sonra yenə ikinci eyni üsuldur uşaqlar, onu özünüz yazarsınız. Yəni eyni qaydadır. Sonra 68-i deməli özünüz yazırsınız. 69-a baxaq. Eyni maddənin aqreqat halları X, Y, Z ilə işarə edilmişdir. Y-ni X-ə çevirmək üçün qızdırmaq lazım. Z-nin molyar həcmi ən böyükdür. Maddənin aqreqat hallarını müəyyən edin. 69 oradadır. Hə, buradadır. Bir də şərtə baxaq. Gəlin 70-i yazaq. Eyni testi. Eyni maddənin aqreqat halları X, Y, Z ilə işarə edilmişdir. Z-ni Y-yə çevirmək üçün soyutmaq lazımdır. X molyar həcmi ən böyükdür. Deməli, molyar həcm tutduğu maddələrin aqreqat halına müəyyən edin. Uşaqlar, bu tipli testləri həll etmək üçün nə etmək lazım? Molyar həcmi ən böyük olan qaz variantına baxacaq da, deməli, ya burada D-dir, belə deyək, ya Y-dir. İndi baxaq nə deyir burada. Z-ni Y-yə çevirmək üçün soyutmaq lazımdır. Baxın, deməli, mən soyutmaq üçün 5-dən mayeyə keçmək üçün mən nə etməliyəm? Ona istilik verməliyəm da, o udmalıdır. Deməli, burada tərs olmalıdır da, onda Y-ni Z-yə, belə deyək, Z-dən Y-yə keçməliyik onda. O görə burada cavab D variantını götürülür uşaqlar. Sonra obsi, həmin deyək də, obsi sualı da baxaq bunun. Deməli, yox, 70-də uşaqlar bir səhv elədi. X-in molyar həcmi ən böyükdür. Burada deyir ki, Z-ni Y-yə çevirmək üçün soyutmaq lazımdır. Biz getdik 5-də mayeyə keçmək üçün ona istilik vermək lazımdır. Biz bunun tərsini götürdük. Burada cavab uşaqlar Y variantıdır. Y7. Qatdıq aləmi bir-birinə. Y variantıdır. O suala da bir də baxaq. Yeni eyni maddələrin aqreqat halları verilmişdir. Yeni X-ə çevirmək üçün qızdırmaq lazımdır. Yəni, burada istilik vermək lazımdır ki, ərimə prosesi. Z-nin molyar həcmi ən böyükdür. Yenə Z-nin həmişə molyar həcmi böyükdür. Yəni, Z-nin burada, belə deyək, qaz halına variantlara baxın da. Ya, indi burada, belə deyək, adı ya da bir. İndi baxın, burada da bir cümlə verib ki, orada bir cümləyə baxaq. Yeni X-ə çevirmək üçün qızdırmaq lazımdır uşaqlar. Qızdırmaq deyirsə, deməli, burada 16 variantı uyğun gedir. 69 B variantı uşaqlar, B variantı. Yəni, mən 5-də mayeyə keçmək üçün mütləq ona istilik verməliyəm də. Ona görə B-yi götürürük burada. B variantı. Sonra baxaq nə deyir burada. X maddəsinin su ilə qarışığını distillə etməklə, Y maddəsinin su ilə qarışığını süzməklə ayrılır. X, Y maddələr üçün uyğun olanlarını müəyyən edir. Uşaqlar, biz əgər X maddəsi su ilə qarışığını distillə üsuludursa, bu sirkə üstəcə su, yəni su götürməli, etil spirt üstəcə su. Yəni 1-lə 4-ü distillə üsulunun altına yazırıq. 1-lə 4. Qum üstəcə su, təbaşir üstəcə su da bilirik ki, suda həll olunur da, mütləq orada süzgəcdən istifadə edəcəyik. Ona görə 2-3-ü də Y-nin altında axtarırıq. Ona görə cavab burada D variantıdır. Sonra keçdik, neçənci sualdır? 72A. Deməli, burada X, Y maddələri verilmişdir uşaqlar. Biz bilirik ki, belə tipli testlərdə
Yenə cisim və maddəni test etmək istəyirsinizsə, ilk bu fikrə köklənin ki, cismin belə deyək, kimyəvi formulu olmur, maddənin kimyəvi formulu olur. Deməli, burada mən hansı variantı axtaracağam? X cisim massa, Y oksigen. Massanın kimyəvi formulu yoxdur, oksigen kimyəvi formulu var. A variantı. Baxın, yenə su, hidrogen götürə bilmərəm. Hər ikisi maddədir. B-də. C-də oksigen yenə maddədir, toxum maddədir. D variantı stəkan cisimdir, massa cisimdir. Y bitki yağı yenə cisimdir. Su maddədir. Ona görə orada getmir. 73-də yenə X-in cisim kimi götürən variant. Baxaq, parta götürək. Y-də su götürək. O birisi variantlar, məsələn, hidrogen maddədir, götürə bilmirəm. Çünki mən X-in altında uşaqlar, belə deyək də, mütləq cisim anlayışına baxıb. Alüminium maddədir, qranit parçası yenə cisimdir. Massa da cisimdir, axı D variantında X-də cisimdir, Y-də cisimdir. Y variantında su maddədir, oksigen də maddədir. Sonra müxtəlif cinsli 74-də baxırıq. Müxtəlif cinsli qarışıqları müəyyən edilir. Xörək duzu üstəcə su, homogen qarışıqda, yəni eyni cinsli qarışıqda. Bir də deyirəm uşaqlar, müxtəlif cinsli qarışıqlar heç vaxt bir-birində həll olmur da, belə deyək. Eyni cinsli qarışıqlar axtaranda, yəni üzr istəyirəm, eyni cinsli qarışıq təşkil edən maddələr həmişə bir-birində həll olur da. Yəni bir də deyirəm, eyni cinsli qarışıqlar bir-birində həll olar. Orada həll olunan cəhətləri gözümüzlə görmürük. Müxtəlif cinsli qarışıqlar bir-birində həll olmur. Ona görə bu qarışıqları biz gözümüzdən müəyyən hissəsini seçə bilirik də, tam desək, görməsək də, amma müəyyən seçmək olur. Ona görə müxtəlif cinsli qarışıq uşaqlar burada deyirsə 2 və 4, neçənci variant oldu? 2 və 4 A variantı. Eyni cinsli qarışıqlar üstə deyirsə, uşaqlar şəkər üstəcə su, soda üstəcə su götürəcək, çünki bunlar həll olurlar. Suda hər ikisi, yağ üstəcə su həll olmur, çay qımı üstəcə su hidrogendir, müxtəlif cinslidir. 76-cı suala baxırıq. Ayrıcı qıfın köməklə ayrılması şəkildəki kim olarsa X və Y maddələrini müəyyən edin. Uşaqlar, ayrıcı qıfla bizdəki sıxlıqlar fərqli olan mayelərin əmələ gətirdiyi hidrogen qarışıqları, emulsiyalarda, yəni neft suyu, benzin üstəcə su, yağ üstəcə bitki yağı üstəcə su, belə tipli qarışıqlar nəzərdə tutulur ki, ayrıcı qıf vasitəsilə ayrılsın. Bu ayrıcı qıfda da yerləşdirən emulsiya mayələrin belə deyək, sıxlıq fərqinə görə təbəqələrə ayrılır. Sıxlığı az olan maye yuxarı təbəqədə qalır, sıxlığı az olan maye isə aşağı təbəqəyə keçir. Bu kranı da açanda, bax bu kranın nətər deyərək, açma yeridir də, belə deyək. Ayrıcı qıfın kranı da açanda, həmişə burada birinci bu aşağıda olan, belə deyək, aşağıya toplanmış maye başqa qaba keçir də, yəni burada X keçir. Y də o sıxılığı az olan yuxarıda qalır, elə qıfda qalır. Deməli, mən bu X-i burada keçimsi sudur, su olan variantlara baxıram. Ya B-dir, ya Y-dir. Ya hansı variantı götürə bilərik? Nə deyir burada? Cümlələrin üçün X, Y, Z maddələrini müəyyən edin. Deməli, B-yi götürə bilmirik, çünki axı burada X su olmalıdır. Baxın, ona görə X su olmalıdırsa, Y bitki yağı da qalıb burada, yuxarıda, qıfın yuxarısında. Ona görə C variantı. Bax, X-in altında su axtarırıq. Yenə D-yi götürə bilmirik. Axı duz olsaydı həll olacaqdı, onu buxarlandırma üsulu götürəcək də. Ona görə cavab C variantıdır. 77-ci testdə uşaqlar yenə eyni qaydadır. 77-ci testdə də diqqətli baxaq. Yenə baxırıq ki, yenə X orada ayrıcı qıfdan keçib. Baxın, su şəklindədir. Yuxarıda qalan benzin olar da. Çünki burada başqa şəkər olmaz ki, ya A-da, ya Y-də. X-in altında su variantlarını axtarırıq. Ya A-yı götürəcəyik, baxın uşaqlar, ya Y-yi götürəcəyik. Yenə A-yı götürə bilmərik ki, su üstəcə şəkəri buxarlandırma üsulu ayrılır. Axı, heç vaxt ayrıcı qıfla ayrılmır. Ona görə burada cavab su üstəcə benzin, Y variantını götürürük. Tadına baxaq. Yazılar düşsün. Üzr istəyirəm uşaqları, biraz kiripəm. Sonra 78-ci suala baxaq. Su ilə cildən ibarət qarışıqdan cili hansı üsulla ayırmaq olar? Su üstəcə cil biz bilir ki, yenə hidrogen qarışıqdır. Mütləq süzgəsindən istifadə edəcəyik, süzmə üsuludur. Su ilə qum yenə süzmə üsuludur.
çünki həll olunur. Heterogendirsə süzmə üsulundan istifadə etməliyik də. Buxarlandırma üsulu ayrılmaz şəkildə kim olarsa X və Y maddələrini müəyyən edin. Deməli X, Y-yi baxın, həll olub. Buxarlandırmadan istifadə edirəm. Əgər burada qabdan buxarlandırma istifadə edincə ayrılıb gedən sudur. X də orada belə deyək, xörək duzu olar da. Şəkər olsaydı kristallaşdırma üsulu yazardılar. Ona görə burada qabda qalan X belə deyək, xörək duzudur, 7 ayrıldı, sudur. Bax, yəni qızdırdıq, bu su getdi. Burada da X qalıb, bu qabda X qalıb da. Ona görə burada xörək duzu və su variantlarını götürürük. Sonra baxaq, 81. Sonra nə deyir 82-də? Eyni şəraitdə müxtəlif tiplərlə etil spirt üçün eyni olan nədir? Uşaqlar, bu tipli testlərdə ilk üzərində siz fiziki xassələrə baxın. Qaynama temperaturuna sıxılar. Çünki həcm orada fiziki xassələrə aid deyil. Bax, belə götürək də. Yəni, eyni şəraitdə müxtəlif kütlədə spirt götürmüşəm. Nə onun qaynama az götürüm. Yəni, fərq eləmir. Hansı kütlədə götürürsən, götür. 20 qram götür, tutaq ki, 50 qram götür. Onun qaynama temperaturu da eyni olacaq, sıxlığı da eyni olacaq. Amma həcmi eyni ola bilməz də. Çünki məsələn etil spirti var, bir 50 qram götürsən, bir var tutaq ki 90 qram götürdü. Əlbəttə həcmləri onun müxtəlif olacaq elə. Ona görə burada cavab 1, 3-dür. Yenə eyni şəraitdə müxtəlif kütləli su üçün deyir. Burada baxın su deyil, burada etil deyir. Yenə burada eyni olan qaynama temperaturu, sıxlıq olacaq. Yəni fizik xassələrinə yönəlində ilk öncə həcm fizik xassələrinə bir də deyim aid deyil. Ona görə yenə A variantını götürürük. Atom kütlə vahidi. O oksigen atomunun kütləsinin, yəni burada oksigenin 16 olan izotopu verilib də. 16'da 1 kimi qəbul edilərsə elementlərin nisbi atom kütlələri necə dəyişir? Yəni oksigenin ayrı burada 16 verilibsə, 16-nın 16 biri tapırıq da. Yəni uşaqlar elə bil ki, baxın 16-nı vurur, 16-nın 16 birini tapmaq nə demək? Yəni 16-ya bölüb vururuq birə də riyaziyyat qaydası, yəni belə deyək. Buradan da 16'lar ixtisar gedəcək, bu 1 qalacaq, yəni dəyişməz, yəni sabit qalacaq. Yenə də ikincidə də yenə 14-ün 14'də 1'ini tapırsınız, yəni 14'də 1'i verdi. Buna yenə dəyişməz, çünki variant 1 olacaq. Sonra kükürt və dəmir qırıntıları ilə xörək duzundan Sonra kükürt və dəmir qırıntıları və xörək duzundan ibarət qarışığı ayırmaq üçün yerinə yetiriləcək təcrübə işlərinin ardıcıllığını müəyyən edin. Nə deyir uşaqlar? Baxın, burada bizə kükürt verib, dəmir verib, xörək duzunu verib. Bu qarışığı ayırmaq üçün yerinə yetiriləcək işləri necə ardıcıllıqla yerinə yetirməliyəm də. Deməli, baxın, birinci nə etməliyəm bunu mən? Belə deyək də. Bu qarışığı etmək üçün birinci maqnitlə təsir etsəm, dəmir gedəcək uşaqlar. Baxın, yəni 3 götürdüm. Buraya qeyd edək. Sonra nə etməliyəm? Suda həll etsəm, uşaqlar, xörək duzu həll olacaq. Yəni, bax, 4-cü üsulu götürürəm. Xörək duzu həll oldu. Xörək duzu həll olub suya qarışır axı. Sonra da mən kükürt suda həll olunur. Sonra da götürüb süzgəc üsulundan istifadə etməliyəm ki, orada mən süzgəc üsulunda süzüm, xörək duzu ilə su qaba keçəcək. Orada süzgəcdə qalacaq kükürt qırıntıları. Sonra da nə edəcəm? Kükürt qırıntılarını ayırdım, götürdüm. Sonra da buxarlandırma üsulundan istifadə edəcəm. Buxarlandırmacam su buxarlanıb gedəcək. Qabda orada xörək duzu dənəcikləri qalacaq. Ona görə 3, 4, 2, 1 variantını götürürəm. 87-də nə deyir? Element diaqramı verib, X, Y və Z maddələrini müəyyən edin. Uşaqlar, burada X maddəsi deyil ki, distillyasiya üsulu ayrılır. Etil spirtini etil spirt üstəcə suda elə yəni bunlar üçün fikirləri müəyyən edin. Yox, fikirləri müəyyən, ümumi fikirlər götürməliyik. Əgər distillyasiya suyu verib ki, uşaqlar, etil spirt üstəcə su, bu yəqin hər ikisi mayedir də. Biz bilirik ki, Y ortada maye olan variantlara baxacağıq. Ya dedi, ya yedi. İndi baxaq. İndi deyir ki, burada distillyasiya suyu da belə deyək, eyni cinsli qarışıqdır. Etil spirti də eyni cinsli qarışıqdır. Yox, bunlar uyğun getmədi. Baxaq, burada hamısı. Saf maddədir, qarışıqdır, maye haldadır, qaz haldadır, xeyr. Qarışdıralım bir-birinə yenə burada. Deməli, 87-yə bax, diqqətli uşaqlar, baxsa. Baxaq, deməli, maye haldadır. Yox, maye haldadır olan ortaq fikirləri götürürük. Ya budur, ya budur. İndi baxaq da dedi, ya yedi.
Demək, eyni cinsli distillə suyu eyni cinsli qarışıq deyil, götürə bilmərəm. Qaz halında deyil, götürə bilmərəm. B-yə baxaq. Tərkibi sabitdir distillə suyu. Biz bilir ki, saf maddələrin belə deyək də, fiziki xassələri sabitdir. Götürə bilərik, hər ikisi mayedir, eyni cinsli qarışıqlardır. Z etil spirt üstücüsü, eyni cinslidir. B variantı uyğun getdi. Sonra baxaq. 88-də nə deyir? Qarışıq verilmişdi XY maddələri. Qarışığın tərkibi verib sirkə turşusu üstəcə su, etil spirt üstəcə su. Hansı ifadələr X və Y qarışıqlarının hər ikisinə aiddir? Uşaqlar, biz bilirik, sirkə turşusu üstəcə su, etil spirt üstəcə homogen qarışıqlarda hər ikisini distillə su ilə ayrılmaq olar da. Eyni cinsli qarışıqlardır. Hə, eyni cinslidir. Elektrik cəryanı keçirir. Xeyr, çünki etil spirt üstəcə su, yəni spirtlər elektrik cəryanına keçirmir, sirkə turşusu üstəcə su az da olsa keçirir. Ona görə bunların hər ikisinə ortaq fikir dediyi üçün B variantı. 89-da nə deyir uşaqlar? Bizə, baxın, belə tipli testləri necə həll edirik? Su, spirt, efir verilmişdir. Həll edicilər X, Y, Y, Z maddələri verilmişdir. Deyir ki, X, Y, Z maddələri, belə deyək də, belə də X suda həll olunur, YZ maddələri suda həll olur, X maddəsi tutaq ki, spirtdə həll olur deyir, YZ maddələri spirtdə həll olunur. Efir də deyir burada həll edicisi götürsə X efirdə həll olur, Y efirdə həll olunur, Z həll olunur. Belə tipli testləri həll edərkən ilk öncə uşaqlar gəlin həll olunura bir işarə qoyaq. Yəni baxın, burada bilgislər qoyaq. Biz həll olur, baxın, işarə qoyaq ki, o bizi çaşdırmasın. Belə tipli testləri eləyəndə uşaqlar, ilk öncə nəyə fikir verəsinik biz burada? Belə tipli testləri eləyəndə həmişə ilk öncə iki həll olmur, bir həll olur variantını axtaracağıq. Baxın, birinci spirtə yönələcəyik. Niyə? Spirt, belə deyək, X spirtdə həll olur, YZ maddələr həll olmur. Ona görə biz burada birinci, belə deyək, X maddəsi götürsək, bir də deyirəm, iki həll olunur, bir həll olur variantı axtarsaq, baxın, bu sıra getdi. Bunu keçdi. Sonra baxırıq ki, qalır YZ maddələri suda, baxın, həll olur, amma YZ maddələri götürəndə Z efirdə həll olunur, Y olur. Onda biz yenə burada köklənəcək, bir həll olur, digər həll olmur variantına da həll olur. Ona görə burada birinci deməli götürürük spirt variantına, qeyd eləyək, spirt. Sonra yenə baxın, burada əgər götürsəm mən, suyu götürsəm, hər ikisi həll olur axı. Ona görə o variantı götürə bilmirəm. Yenə axtaracağım, bir həll olur, bir həll olmur. Efir variantı. Efirdə də baxın, efir götürsəm, burada da yenə, axı getdi, axı birini qeyd etsək, baxın, burada indi bu variant getdi, qaldı. Bir dənə, yenə baxın, bu getdi. Axırda nə qaldı? Su. Deməli, su, efir, spirt, efir, su variantı. Sonra baxaq. Qarışıqlar 90 misal qarışıqlar verilmişdir. X, Y qarışığı, qarışığın növü homogendir, Y, Z qarışığı heterogendir, X, Y, Z maddələrini müəyyən edir. Uşaqlar, bu tipli testlərdə nə deyir? Deyir, yəni X, Y-nin qarşılığında da homogen olsun, Y, Z qarşılığında heterogen. Etil spirtinin su homogendir, su, şəkər homogendir, götürə bilmirik. B-də şəkər su, yenə homogendir, su, etil spirt homogendir. Onda hansı qarışığımız qaldı? Etil spirt üstəcəsi homogendir. Y-nin Z heterogen, onda Y variantıdır da. Bir də baxaq, neft üstəcə homogendir, neft üstəcə su, Y variantı uyğun gedir. Yəni burada X, Y maddələri tütünü götürən homogen olmalıdır. Y-nin Z qarışdıranda uşaqlar heterogen olmalıdır. Ona görə burada 90-cı sualda Y variantı. 91-də nə deyir? Oksigen, fosfor kiçik elementlər üçün olan ifadələrin müəyyən edin. Oksigen çox atomlu bəsti maddə əmələ gətirirlər. Uşaqlar, biz bir fosfor da, kükürt də, hamısı çox atomlu bəsti maddələr əmələ gətirir. Oksigen bilirik ki, uşaqlar, O2, fosfor P4, kükürt S8-də çox atomlu halda yazmaq mümkündür. Sonra alotop şəkil dəyişmələri var, düzdür. Aqreqat halları eynidir, xeyr. Çünki oksigen qazlı P4 bərkdir, kükürt bərkdir.
Buna görə 1-2 variantı oldu. 1-2 variantı. Hidrogen fosfor küçük elementlər üçün olan doğru ifadələr, ümumi fikirləri müəyyən edin. Hidrogen fosfor kükür çox atomu bəsit maddə əmələ gətirir. H2, P4, S8 yaza bilirik də. Alotop şəkil dəyişmələri mövcuddur. Xeyr, çünki hidrogen alotop şəkil dəyişməsi yoxdur. Dəyişən valentlidirlər. Dəyişən fosfor dəyişən də kükür dəyişən, hidrogen sabit. Ona görə burada yalnız bir çıxırdı onda. 92-də deməli A variantıdır. Sonra keçir 93-cü suala. 93-cü sualda uşaqlar nə deyir burada? Yenə burada uşaqlar belə tipli testlərdə yenə baxın həll olaraq fikir verək. Baxın. Plus qoyaq bunlara. Baxın, həll olur variantı. Yenə bu tipli testlər həll olunur. 2 həll olunur, 1 həll olur variantı axtaracaq. Yəni burada nə deyir? 3 dənə həlledici verib. X maddəsi 1-də həll olur, Y maddəsi 1-də həll olur, Z maddəsi 1-də həll olunur. Yenə ikinci hal üçün X maddəsi 2-də həll olunur. Yəni X-ləri orada tutuşduranda, bax, siz onu başa düşürsünüz. X maddəsi, yəni belə də 3-cü həlledici həll olunmur, Y maddəsi 3-cü həlledici həll olunmur, Z maddəsi olur. Birinci biz həll olunma işarə etdik ki, bax uşaqlar, bunu indi biz bu testləri necə həll edirik? Yenə bir də deyirəm, bu belə tipli testləri 2 həll olunur, 1 həll olur variantını axtarırıq. Onda baxın 3-ü indi X maddəsi bunda həll olunmur. Yenə bu variant getdi. Deməli biz 3-ü birinci götürürük. Sonra yenə baxın, Y maddəsi 1-də həll olur, Z maddəsi həll olmur. Amma Z maddəsi belə desək, düzgünmü götürdük? Hə, düzgün götürdük də onda. Sonra baxaq. Hə, deməli, ilk olaraq dedik ki, biz burada 2 həll olmayan axtaracağıq, 1 həll olan axtaracağıq. Burada bir dəqiqə. Öləmi qatdıq. Deməli, 2 həll olunur, 1 həll olur. Axtaranda uşaqlar. Orada buna. 93-ün arxasına verib. Əvvəlcə deməli, yenə burada 3-ü götürürük. Sonra da, baxın uşaqlar, yenə burada, sonra 2-ni. İçini götürəcəyik. Əvvəlcə yenə dedim, belə tipli testlər həll olurlar. İlk olaraq 1 həll olan, 2 həll olmayan axtaracağıq. Daha sonra 1 həll olan, 1 həll olmayan axtaracağıq. Ona görə 2-ni, sonra 3-2-1 ardıcıllıq. 3-2-1 hansısa da baxaq. 3-2-1 B variantı. Yenə belə tipli testlərdə bizdə dedik ki, uşaqlar, ilk olaraq 1 həll olan, 2 həll olmayan. 1 həll olan, 2 həll olmayan hansı variant olur? 1 həll olan, 2 həll olmayan. Hə, deməli, onda 1 getdi. Baxın, bu var, bax, bu sıra getdi. Götürdük. Sonra nə edəcəyik? Yəni, həll olanları işarə qoymalıyıq. Uşaqlar, deməli, həll olur, həll olur, həll olur, həll olur. Yəni, baxırıq ki, burada Y maddəsinin Z maddəsi qaldı da. Y maddəsi də deməli 3-cü həlledici həll olur, Z maddəsi həll olur. Onda məcburam ki, mən sonra neyniyəm? Deməli, belə deyək, 1-i götürürük, əvvəlcə 1-i, sonra 2-ni götürəcəyik uşaqlar. Ona görə cavab 2-dir. 2-də də çünki 1 həll olur, 1 həll olmur var axı. Ən axırda da belə deyək, 3-cü həlledici Y maddəsi də Z maddəsi həll olduğu üçün biz əvvəlcə belə deyək, 1-i götürürük, sonra 2-ni götürürük. 94-də də deməli, C variantı. Sonra əvvəlcə 1, sonra 3-ü daim doğrusu uşaqlar. Dəqiq buna baxaq. Nəyə qarışdırdıq burada? 93, yox, 94A üzr istəyirəm. 94A-da. 94A, bax, fikirimi üstünə xətt qoymuşam. Bir də deyirəm, belə tipli testlərdə ilk olaraq birinci həll olanı, sonra 2 həll olmayan axtaracağıq. Ona görə əvvəlcə 1, sonra keçirik 3-ə. 3-də də axı, baxın, fikir verin, 3-də də 1 həll olunur. Var axı, orada da qalır axı. Ona görə
sonra o varianta baxın. Əvvəlcə 1, sonra 3 variantına. Deməli 95-ci suala baxın. Hansı halda kimyəvi hadisə baş verir uşaqlar? Baxın, bu tipli testlərdə, yəni kimyəvi reaksiyalar bizə qab vasitəsilə verilir. Kalium permanganatı qızdıranda biz bilirik ki, burada oksigenin laboratoriyada alınması üsuludur uşaqlar. Alınırdı, biz bilirik ki, kalium 2, belə deyək, mangan O4 üzərinəcə mangan O2 üzərinəcə O2. Yəni burada kimyəvi hadisə baş verir, götürə bilərik. Silisium O2 üstəcə H2O reaksiya getmir, yəni baş vermir də. Hadisə qarışıq əmələ gəlir. Natrium oksid üstəcə su, biz bilirik ki, uşaqlar burada əmələ gəlir. Belə deyək də. Natrium OH, yəni reaksiya baş verir, qələbə əmələ gəlir. 4-də də yodun bu sublimasiyası da, yəni burada da götürə bilmər. Sublimasiyada biz bir fiziki hadisədir, ona görə cavab burada 1-3-dür. Sonra baxaq 96-da nədir? Uşaqlar bizə qrafik vermişdi. Zaman keçdikcə birinci maddəni, ikinci maddəni, yox, burada sadəcə bu birinci, ikinci xətt müəyyən maddələrin qrafikidir. Zaman keçdikcə bax ki, bu qrafikdə dəyişiklik baş verir də. Sonra nə yazıq? Hansı ifadələr doğrudur? Birinci xətt saf suya aiddir. Xeyr, onu biz götürə bilmərik. Çünki niyə? İkinci xətt saf suya aid olacaq. Çünki bizcə su sabit fiziki xassələrə malikdir. Birinci xətt xörək duzunun suda məhluluna aid ola bilər. Çünki niyə? Xörək duzu bərk maddədir də, onun qaynama temperaturu yüksəkdir. Etil spirtinin suda məhlulunun yeri baxa bir də orada. Ona görə ikini də düz götürə bilərik. Bərk maddələrin qaynama temperaturu həmişə spirtlərin qaynama temperaturu yüksək olur. 3 də etil spirtinin qaynama temperaturudur. Sonra ayrıcı qıfdakı maddələri müəyyən edir. Uşaqlar, biz bilirik ki, belə tipli testlərdə biz demişik də, ayrılma sıxlıqları fərqli olan mayələrin əmələ gətirdiyi bu hidrogen qarışıqlarının ayrılma üsuludur. Ayrıcı qıflar. Ayrıcı qıfda yerləşdirilən emulsiya mayələrin sıxlıq fərqinə əsaslandığı üçün sıxlığı az olan yuxarıda qalır, sıxlığı az olan belə deyək, aşağı təbəqəyə keçir. Ona görə burada deməli hansını götürə bilərik? 5 götürə bilərik, bitki yağı üstə su, sonra nəyi götürə bilərik? Bir də 1-i götürə bilərik də, su benzini götürə bilmərik, etil spirt götürə bilmərik, su üstə qala bilməz, belə deyək. Deməli 1, 5. 98-ci sualda nə deyir? Ayrıcı qıflar, süzmə üsulu ayılamada, etil spirti üstəcə su, bu distillə üsuludur, götürə bilmərik. Təbaşir üstəcə su, B getdi bura. Neft və üstəcə su, ayrıcı qıfdır. Xörək duzu üstəcə buxarlandırmadır. Qum və üstəcə su, Y variantı. Bəs maddə, mürəkkəb maddə qarışıq deyirsə, bəs maddəmiz uşaqlar burada belə deyək, civədir. Sonra mürəkkəb maddəmiz foslindir. pH 3-dür də, bax bunlara pH 3. Benzini qarışıq kimyəvi formulu olmur. Qarışıqdır, belə deyək, havada yenə qarışıqdır, A variantı da bura getdi. Sonra hansı qaldı, necə qalmadı axı. Sonra civə də bu cür yazılır, bəs maddə oldu. Baxaq 100-cü suala. Bəs maddə, mürəkkəb maddə qarışıq. Bəs maddənin dedik kimyəvi formulu olur, qrafitdir, karbondur. Neftin kimyəvi formulu olmur, şəkər dedik ki, karbon 6H12, oksigen 6-dır. Amonyak NH3-dür. Duman da qarışığa getdi, çünki duman kimyəvi formulu yoxdur, qarışıqdır. Mürəkkəb maddə dediksə şəkərdir, A variantıdır. Dumanda qarışıq, D variantını yazdıq. Sonra nə qaldı? Neft də qarışıqdır. B variantı da bura. Xalq görə düzmü, düzdür. Bəs maddəci, birəcə, deməli 2-yə A, mürəkkəb maddə, A7, amonyak da götürə bilərik. Deməli 3-ə də B, D, D-dir uşaqlara. Bu D-dir, sonra baxaq 99-a. Deməli, bəs maddə deyirsə, alması da yaza bilərik. Bu B-dir. BC 99, 1-ə BC, 2-yə. Deməli 2-yə Y, 3-ə də A, D. D-dir, ha uşaqlar. Biz qarışıq oldu.
Yəni bu D variantıdır. Yəni qatdıq bir-birinə. Sağ olun uşaqlar, diqqətiniz üçün. İnşallah növbəti sınaqda görüşərik.